Salam Nebat hala. Salam Cabir. Bugün kurtarmayıp hele. Yok, Kurtaranda haber ile. sağ ol. Salam Nevat hala. Salam kızım. Selamünaleyküm. Hadi hadi kalmışsa gel tez. Gel çıkırız. Salam Gıyas. Salam Nebat hala. Ver kömeğini. Hayırlı olsun. Sağ ol, çok sağ ol. Bana gelirsen. Geldim. Salam Telli. Salam abacı. Necəsən? Yaxşı. Kişi necədir? Elə də. Gəh görsən yaxşıdır. Gəh də yeməkdən də qalıb. Otur. Dünən yenə atırdılar. Hə, eşidirdim. Ağlın nə kəsir? Vallahi mən bilmirəm. Allah bilir. Dünən qızım İradəgildə köçdülər. Məktəbin yanına o qırat düşəndən sonra balaca qız nəvəm gecələr yatanmadı. Deyir, hər gecə yuxudan durub oturur yerinin içində, deyir ki, indicə başımıza bomba düşəcək. Qızıma dedim, o bala, bu tifil axırda dəli olacaq, çıxın gedin. Rayona köçdülər. Yaxşı ki, köçdülər, mənim də ürəyim rahat oldu. Dünən də Davud gəlmişdi. Deyir, vəziyyət getdikcə pisləşir. Amma mənim ürəyimə damıb ki, nəsə pis şey olacaq. Davudun işi Allaha qalıb. Al Nebat hala. Sağ ol. Sen de sağ ol. Mən gedim. Kişi təkdir. Sağ ol. Sağ salamat. Bizdən də salam söylə. Baş üstə. Xudahafiz. Sağ ol, sağ ol. Yaxşı. Utanırım. Arvada da deyim ki, rayonda süt alan da azalıb. Üzüm gelmir. Kimdən götürməsən də ondan götür. Kimi var ki yazığın? Orası elədir. Orijinalından ne kadar? Elə o gedin gedir. Mənim də bacaqlar itkin düşüb, uşaq evəldə. Ağların axırı yoxdur. Allah öz üçün olsun. Amin.
Odunu getmişsən. Beş il getmişim. Allah köməyin olsun. Bir gün imkanlayıb bizə də kömək elə. Salam aleyküm. Amin. Aleyküm əssalam. Aleyküm selam. Salam oğlum. Salam xala. Bizim uşağın şəkli nə oldu? Uşağın elə bir dənə şəkli vardı. Onu da itirdiniz. Ay Nabat xala, vallahi sən mənə şəkil verməmsən. Mən sənə keçən dəfə dedim ki, kənd sovetindən soruş. Şəhidlərin şəklini o yığırdı. Nə fərqi var? Bu kəndin şəkil çəkəni sən deyilsən. Harada olansa yenə bura gəlib çıxır da. Allah Allah. Başqa şəkli yoxdur. Gətir böyüdüm də. Yox, elə bir dənə idi. Əlim quruyaydı. Öz əlimlə divardan çıxartdım ey. Sən yəqin yaxşı baxmamısan. Necə şəkil idi ki? Əynində nə var idi? Bu de, onun kimi. Başında ulduzlu papağı vardı. Vallahi məndə şəhid şəkli yoxdur. İtirdiniz. Balamın şəklini itirdiniz. Salam qızım. Salam Nabat xala. Davudu istəyirəm. İndi deyirəm. Mən də Azərbaycan Respublikasının qanunlarına tabi. Bunu başa düşürsən. Qərib adamsan. Mən neçə saatdır ki, adi şeyi sənə başa sala bilmirəm. Bacarmıram nədir? Elə bilmirəm nə deməkdir. Eləməlisən. Ən güzel 2 gün sənə vaxt verirəm. Başa düşdün? Baba, xeyir ol. Salam. Aleyküm selam. Şəkil üçün gəlmişəm. Nə şəkil? Bizim uşağın şəkli. Ay rəhmətliyin qızı, hansı şəkil? Görmürsən, tökü düşüb gəliblər. Mən başımı itirmişəm, sənsə heç yeri deyil. Nabat. Ay Nabat. Nabat. Ay Arvad, bir dayan. Nabat. Salam. Nabat. Salam. Salam. Salam Nabat xala. Nətərsən, kişi nətərdi? Sağ ol, başına dönüm. Mən o kişinin xətrini çox istəyirəm. Elə hər həftə deyirəm ki, qalxın bir kişiyə baş çəkim, alınmırdı. Buyur, bu sənin unun. Başqa? Bir dənə çay. 1 kilo da qənd. Bu çay. Meşəbəyi kimi ondan bir dənə idi. O vaxt onun qorxusundan ov eləyə bilmirdik. Deyirdi, ay bala, heyvanı atmıyor. Biz də deyirdik, ay İskəndər əmi, bəs hara ataq, kimə ataq? Qəribə kişiydi. İndi bu tappaturupda çətin ki, heyvan qala. Buyur. Sağ ol. Nə qədər elədi? 4 manat 20 qəpik. Ay bala, sən qiymətləri hər həftə qaldırırsan. Nabat xala, mən qaldırmıram. Onlar qaldırır. İndiki vaxtda dükan saxlamaq sərf eləmir. Özün görmürsən. Mən də qoca atanıma görə qalmışam da burada. Rayonda hər şəraitim var. Evim, eşiyim, dükanım. Getmək istəmirlər də.
Sən onları başa düşməzsən bala. Anaya salam de. Çox sağ ol. Sən də kişiyə salam de. Yastığı yüngül olsun. Sağ ol.